Salam. Bu günləri mən deməli 19-cu əsrin 1-ci və 2-ci yarısı, 20-ci əsrin əvvəllərdə Çar hökumətinin Şimali Azərbaycanda həyata keçirdiyi kənd islahatlarla bağlı məlumat vermək istəyirəm. Burada bir çox məsələlər var ki, qaranlıq qalan hissələr var. İstəyərdim ki, bunlar haqqında mən məlumat verim. Ümid edirəm ki, verdiyim məlumatlar daha aydın bir formada olar və heç kimin beynində hər hansı bir qaranlıq bir məsələ qalmaz. Çünki bir çoxlarımızın yaralı yeridir bu hissə. Yəni tarixdə ümumiyyətlə tarix öyrənmək indi çox çətinləşibdir. O qədər dərinlik, o qədər xırdaçılıqlar var ki, biz son dərəcədə diqqətli olmalıyıq. Amma elə mövzular da var ki, yetər qədər çətin bir mövzulardır, anlaşılması çətindir, qəlizdir. Ona görə də bu hissələr haqqında ən çox da mənə müraciət olunurdu kəndli əsasnamələrlə bağlı, kəndli islahatlarla bağlı. İstədim ki, bu haqda mən bir izah videosu paylaşmış olum. Elə isə başlayaq və onu da vurğulayım ki, mən burada yalnız və yalnız kəndlilərlə bağlı verilmiş qərarlar haqqında məlumat verəcəm. Yəni hər hansı bir məhkəmə islahatı olsun, inzibati islahat olsun, bunlar haqqında heç bir məlumat qeyd etməyəcəm burada, həmin bu videomda. Onlarla da bağlı əgər istək olarsa, nə zamansa məlumat qeyd edərəm, amma əsas daha çox kəndli əsasnamələr olacaq. Elə isə başlayaq. Deməli, mən birinci növbədə 1846 6 dekabr reskripti haqqında məlumat qeyd etmək istəyirəm. Bu Çar 1-ci Nikolay tərəfindən verilmiş bir qərar idi. Və onu da qeyd edeyim ki, Çar 1-ci Nikolay tərəfindən 1846-cı il həm 6 dekabrda, həm də 14 dekabrda qərar verilmişdi. 14 dekabrda verilən qərar inzibati bir qərar hesab olunurdu. 6 dekabrda verilən qərar isə daha çox kəndlilərlə, sahibkarlarla bağlı qərar hesab olunurdu və buna reskript deyirlər. Yəni ümumiyyətlə testlərdə 40-cı illər reskripti daha çox nəzərdə tutulur, 46-cı reskripti və s. bu formada yazılır ifadə və o zaman biz bilməliyik ki, söhbət 6 dekabr qərarına gedir və bunu da vurğulayım ki, həmin bu 6 dekabr qərarı Xəzər vilayətinə, ümumi Cənubi Qafqaz üçün nəzərdə tutulursa, Gürcü Millət quberniyasına və Xəzər vilayətinə şamil edilmiş bir qərar idi. Xüsusilə də burada sahibkarlara və yalnız sahibkar kəndlilərinə şamil edilmiş bir qərar olmuşdur. Ümumiyyətlə 1900, 1903 və bir də ondan qabaq 1853-cü il. Bu üç qərardan savayı digər bütün keçirilmiş kəndlərlə bağlı islahatlar yalnızca sahibkar kəndlərinə şamil edilmiş islahatlar hesab olunacaq. İndi başlayaq 46-cı il 6 dekabr qərarına. Burada birinci növbədə sahibkarlarla bağlı məsələyə toxunulmuşdu. Ümumiyyətlə onu vurğulayım ki, bu 1846-cı il 6 dekabr reskriptini verməklə artıq Çar Rusiyası, Çar hökuməti kəndlərdə ilk dəfə olaraq özlərinə sosial dayaq yaratmaq yolunda addım atmış oldular. Yəni burada məqsəd o sahibkar nümayəndələr, mülkədar nümayəndələr ki vardı, onlarla bağlı münasibətlərini yaxşılaşdırmaq və onların vasitəsilə öz dayaqlarını möhkəmlətmək siyasəti yeridirdi. Çünki məlum məsələdir. Kəndlilər sahibkarların ixtiyarındadır, mülkədarların ixtiyarındadır və mülkədarlar əgər qərar verərlərsə, o zaman sahibkarlar təbii ki, yəni kəndlilər daha doğrusu, təbii ki, üsyan qaldıra bilərdi, hər hansı bir çıxış, hərəkət ola bilərdi. Bu da ölkədə vəziyyətə təsir göstərəcək. Ona görə də Çar hökuməti çalışırdılar ki, daim mülkədarlarla, sahibkarlarla münasibətləri qaydasına salsınlar ki, qoy ölkədə dinçlik hökm sürmüş olsun. Və 46-cı il 6 dekabr reskriptinə görə deməli sahibkarlar üzərində sahibkarlara mülk və tüyül torpaqları üzərində nəsli istifadə hüququ verildi. Bu tüyül torpaqları xidmət müqabilində verilən torpaqlardır və şərti formada verilirdi. Amma ki, indi artıq mülk, tüyül torpaqlar da mülk torpaqlar kimi irsi bir mülkiyyətə çevrilmiş oldu və keçdi sahibkarların, mülkədarların ixtiyarına. Və bundan sonra biz 1846-cı il 6 dekabrdan sonra artıq qəti formada tüyül torpaqlarının adını Şimali Azərbaycanda çəkə bilmərik. Cənubi Azərbaycanda bu ifadə ilə biz rastlaşacaq, amma Şimali Azərbaycanda olmayacaq. Bununla da bitdi bu dövr. Tüyül torpaqları 1501 Səfəvlərin dövründə yaranmış torpaqlar idi. Şərti formada yazılmışdı. İndi artıq irsi bir mülkiyyətə çevrilərək mülklə eyni bir forma, eyni bir kateqoriyaya daxil olaraq verildi mülkədarların ixtiyarına. Özdə hansı mülkədarlardır bunlar? 1843-cü ildə deməli qəbul edilmiş bir qərar var idi. Ali müsəlman təbəqəsi sistemi formalaşmışdı. Həmin o ali müsəlman təbəqəsinə şamil edilmiş bir qərar idi. Yəni ağalar, bəylər, ili mülkədarlar dəstəsi idi. Və indi burada bir məsələ var ki, burada həmin bu qanuna görə, bu qərara görə artıq Azərbaycan sahibkarları belə, mülkədarları belə ümumimperiya qaydaları əsasında torpaqlardan istədiyi kimi istifadə edə bilərdi. İstədiyi kimi sata bilərdi, ala bilərdi, bağışlaya bilərdi, icarəyə verə bilərdi və s. Yəni tamamilə bu hüquq onların ixtiyarında idi. Heç kim buna qarışa bilməzdi. Və deməli burada hansı məsələyə biz diqqət yetirəcəyik xüsusi olaraq? Deməli burada artıq ilk dəfə olaraq Çar hökuməti Şimali Azərbaycanda sahibkarlara torpaq satın alma hüququ verdi. Yəni torpaq artıq alqı-satqı obyekti hesab olundu, amma buna diqqət edirək, məhdud bir formada. Yəni bu kəndlərlə heç bir əlaqəsi yoxdur, yalnız və yalnız ağalar, bəylər bunlarla bağlı idi. Və özdə burada belə bir qərar vardı ki,
bu torpaqlar ancaq öz təbəqələri arasında alıb sata bilərdilər. Yəni ağalar, bəylər ancaq bir-birləri öz kateqoriyasına daxil olan təbəqələr arasında alıb sata bilərdilər. Qəti formada apab kəndlərə, aşağı təbəqələr sata bilməzdilər. Ona görə qeyd etdim ki, torpaq ilk dəfə alqı-satqı obyekti olurdu burada, amma ki məhdud bir formada, yəni kəndlərlə heç bir əlaqəsi yoxdur. Yalnız və yalnız sahibkarlarla bağlı olan bir qərar hesab olunurdu. Mülkədarlarla, ağalarla bağlı olan bir qərar hesab olunurdu. Bu bir məsələ. Və daha sonra bu islahat dediyim kimi yalnızca sahibkar kəndlərinə şamil olmuş islahat idi. Bir zamanlar sahibkar kəndləri ümumiyyətlə həm dövlət kəndləri, həm sahibkar kəndləri Azərbaycana bölünürlər. Rəyyər, həncvər, elat, nökər, rəçər və s. kimi kateqoriyalar bölünür. Və sahibkar kəndlərin bu kateqoriyaların bölünmə qaydası ləğv edilir. Və ümumi bir halda mülkədar tabesi adıyla adlanmaya başlandı. Artıq biz 1846-cı ildən sonra, 6 dekabrdan sonra rəyyər, həncvər, elat kimi ifadələr qətiyyən işlədə bilmərik. Yalnız və yalnız mülkədar tabesi ifadəsi işlətmiş olacaq. Və həmçinin indi burada kəndlərə hər hansı bir pay torpağı verilməsi, satın alma hüququ və s. bununla bağlı heç bir qərar yox idi. Heç bir qərar. Və bir də mülkədarlara kəndlilər üzərində, amma yalnızca öz nəzarəti altında olan kəndlilər üzərində polis, inzibati məhkəmə hüquqları verilmiş oldu. Bu məhkəmə hüquqları da biraz məhdud bir formadaydı. Amma dediyim kimi yalnızca öz kəndlər üzərində. Sahibkar gedib başqa bir torpaqda yaşayan kəndli üzərində bu hüquq ala bilməzdi. Belə bir hüquq da verildi. Bu qərar sonra bir daha öz təsdiqini tapacaq 1847 kənd əsasnaməsi ilə və 1865-də isə tamamilə ləğv edilmiş olacaq. Və bu islahatla artıq biz bildik ki, burada həm sahibkar kəndlərlə bağlı müsbət mütərəqqi bir addım atılmış oldu, həm də sahibkarların özlərlə bağlı mütərəqqi bir addım atılmış oldu. İndi keçək 1847-ci il əsasnaməsinə, buna deyirik kəndli əsasnaməsi. Burada artıq biz Xəzər vilayəti deyə bilmərik, çünki Xəzər vilayəti 46-14 dekabr qərarı ilə ləğv edilmişdi artıq. Və bu kəndli əsasnaməsini keçirməkdə də Çar Rusiyasının, Çar hökumətinin ümumiyyətlə maraqları var idi. Onlar kəndli və sahibkar arasında bu asılılıq münasibətlərini hüquqi bir qaydaya salmaq istəyirdilər və onunla bağlı belə bir islahat keçirdilər. Kəndli əsasnamələrində 47-ci il kəndli əsasnaməsi yenə də sahibkar kəndlərinə şamil edilmişdi və burada 3 əsas məsələyə toxunulmuşdu. Torpaq, vergi və bir də mükəlləfiyyət məsələləri. Gəlib bir-birində bunlara aydınlıq gətirib. Birinci növbədə torpaq məsələsinə baxaq. Deməli, torpaqla bağlı hansı məsələ var? İlk dəfə olaraq Şimali Azərbaycanın sahibkar kəndlərinə artıq pay torpağı verilməyə başlandı. Və bu torpaqlar, onu da nəzərdə saxlayaq ki, 15 yaşına çatmış və yalnızca kişi cinsindən olanlara, qadınlara şamil edilmir. Yalnızca kişi cinsindən olanlara, sahibkar kəndlərinə xüsusilə torpaq payı verilməyə başlandı. 5 desiyyətin torpaq payı. Amma bu torpaqları alıb sata bilməzlər, istədiyi kimi istifadə edə bilməzlər. Sadəcə pay torpağı kimi verilmişdi. Bunlara verilən torpaqlardır. Bu torpaq məsələsidir. Və bir də var, onlar həmin bu torpaq qarşılığında müəyyən qədər vergi verməli və mükəlləfiyyət daşımalı idi. İndi bunlar nə idi? Vergi məsələsi yenə də əvvəllərdə olduğu kimi malcəhət vergisi olaraq qalır. Yəni ən əsas vergi malcəhət vergisi idi, məhsul vergisi və məhsulun onda birindən alınan vergi idi daha çox. Amma ümumiyyətlə biz həmişə demişik ki, bu malcəhət vergisi onda bir, üçdə bir arasında müəyyən qədər dəyişir. Necə? Deməli, əgər taxıl məhsullarına görədirsə, vergi ödənməlidirsə, məhsulun onda birinə görə idi. Taxıldan başqa yerdə qalan digər məhsullarla bağlı isə, o zaman 3də 1 qədər vergi ödəməli idi kəndli öz sahibinə. Bir də vardı, əgər kəndli sahibkarın alətlərindən, əmək alətləri olsun, toxumları olsun, iş heyvanları olsun və s. bunlardan istifadə edirsə, o zaman məhsulun 5də 1 qədər ödənç verməli idi, vergi verməli idi. Burada əsas vergi məsələsidir. Vergilər də malcəhət məhsul vergisi idi, otlaqlardan istifadəyə görə çoxbaşı vergisi idi və bir də əsas bir vergi sudan istifadəyə görə bəhrə vergisi idi ki, bunlardan istifadə etməli. Çünki o pay torpaqlarında suvarma sistemləri həyata keçirirdilər axı. Suvarma kanalları da təbii ki, sahibkarların nəzarəti altındaydı. Və burada yenə də 1846-cı ildə olduğu qərar qalırdı, qüvvədə qalırdı. Yəni sahibkarlar, kəndlər üzrə polis və məhdud inzibati məhkəmə hüquqları yenə də saxlanılırdı. Daha sonra buradakı həmin bu 1847 əsasnaməsinə görə artıq bir dənə mükəlləfiyyət məsələsi vardı ki, mükəlləfiyyət xanlıqlar dövründə olan mükəlləfiyyətlər yenə də qalır, biyar, əvrəz mükəlləfiyyətləri qalırdı. Yəni hər ailədən, hər kənd ailəsindən bir nəfər biyara getməli idi, ildə 18 gün. Və bir də var əvrəz. Əvrəz də bizim bildiyimiz iməcli idi və burada hamılıqla onlar işləməli idilər və ildə 2 dəfə əvrəz həyata keçirməli idilər. Bunlar qarşılıqsız, pulsuz olaraq xidmət demək idi. Daha sonra bu kəndli əsasnaməsinin bir mütərəqqi tərəfi də var ki, ümumiyyətlə pay torpağı verilməsi mütərəqqi bir tərəfdir. Amma bir tərəfi də var ki, deməli artıq burada kəndlilərin, sahibkar kəndlərin şəxsən azad olduqları təsdiq olunurdu və bir də onlar artıq istədikləri vaxt,
istədikləri sahibkarın yanına köçə bilərdilər. Bu hüquq, yəni əvvəlcədən də vardı. Sadəcə olaraq burada deyir ki, həmin bu qayda öz təsdiqini tapmış oldu ki, sahibkar kəndli başqa bir sahibkar yanına gedə bilərdi. Yəni başqa bir yerə getmək yox, yalnızca başqa bir sahibkarın yanına gedə bilər və onun torpağında qala bilərdi. Belə bir hüquq burada öz təsdiqini tapmışdı. Bundan sonraki 1870 əsasnaməsində belə yenə də bu hüquq öz təsdiqini tapmış olacaq, olduğu kimi qalmış olacaq. Bu da mütərəqqi bir adım idi. Yəni bu artıq göstərirdi ki, ümumiyyətlə Azərbaycanda, Şimali Azərbaycanda təhkimçilik qaydaları olmayıbdır. Sadəcə kəndlər torpağa görə asılı olublar. Feodaldan torpağa görə asılı olublar. Yəni şəxsi bir asılılıqla Avropa ölkələrində olduğu kimi şəxsi asılılıqları olmamışdır. Və bu islahatı həyata keçirməklə Çar hökuməti artıq sahibkarlarla kəndlər arasında asılılıq münasibətlərini qanuni bir şəkildə saldı və rəsmiləşdirilmiş oldu. Bu da bir qərar. Deməli, indi keçək növbəti bir əsasnamə olan, mən istəyərdim ki, kənd cəmiyyətlərin idarə olunması haqqında əsasnamə, bundan danışan 1865-ci il əsasnaməsi və bu əsasnaməyi həyata keçirməklə də ilk dəfə olaraq kəndlərdə seçkili idarəetmə orqanı olan vahid kənd idarəsi yaratmış oldular. Və bu islahata görə artıq 1846 və 47-ci illərdə hansı ki o mülkədarlara, sahibkarlara hüquqlar ki verilmişdir, kəndlər üzərində polis, inzibati məhkəmə hüquqları, bu hüquqlar onların əllərindən alındı. Amma kəndlərdəki, kənd idarəçiliyindəki hüquqları müəyyən qədər saxlanılmış oldu. Geniş hüquq deyildi, amma müəyyən qədər hüquqlar saxlanıldı. Vergilərdə dəyişiklik olmadı, torpaqlar da yenə də mülkədarların öz ixtiyarına qalmış oldu. Belə bir məsələ vardı 65-ci ildə. Sonra növbəti bir islahat 1870-ci il kəndli islahatının keçirilməsi haqqında əsasnamə idi. Biz bunu həmişə kəndli əsasnamələri olaraq deyirik, kəndli əsasnaməsi olaraq qeyd edirik. 70-ci maya əsasnaməsinin, amma bunun öz adı var. Kənd islahatının keçirilməsi haqqında əsasnamə. Beləcə yadda saxlayaq. Və əsasnamədə də onu vurğulayım ki, bu əsasnamənin həyata keçirilməsində Çar hökuməti daha çox mülkədarların hüququnun müdafiəsindən bağlı keçirir. Onların mənafeyinə uyğun olaraq tətbiq etmişdi. Bu da bayaq vurğuladığım kimi bu kəndləri onlar öz nəzarətində saxlayırdılar. Əgər onlarla bağlı hər hansı bir onları incidəcək, narazı salacaq bir qərar verərdilərsə, o zaman sahibkarlar qorxurdular ki, kəndləri Çar hökuməti üzərinə qaldırarlar, üsyanlar qaldırarlar və s. Yəni bunun qarşısını almaq məqsədi ilə daha çox mülkədarların mənafeyinə xidmət edən bir tədbir həyata keçirmişlər. 1870 əsasnaməsi ümumiyyətlə bu kəndli əsasnamələri onu vurğulayım ki, kəndli əsasnamələr keçirildikdən sonra son nəticə olaraq Azərbaycan bütün kəndlərinə əsaslı köklü şəkildə təsir göstərmədi, dəyişiklik yaratmadı. Niyə görə? Çünki sahibkar kəndləri ümumi bütün o Şimali Azərbaycan olan kəndlərin 5də 1 hissəsini təşkil edirdi və bu islahatlar da yalnızca sahibkar kəndlərinə tətbiq olunduğu üçün bütünlüklə, yəni geniş bir formada köklü bir dəyişiklik yaradıb çıxarmamışdır. 1870 əsasnaməsində daha çox hansı məsələlərə toxunulmuş oldu? 47-ci il əsasnaməsində olduğu kimi burada da torpaq, vergi və mükəlləfiyyət məsələləri vurğulanmış oldu. Amma bir dənə fərqli olaraq bir mütərəqqi tərəfi feodal məsələsi, feodal münasibətlərinə toxunulması oldu. Bu nədir? İndi buna da aydınlıq gətirəcəm. Deməli, birinci növbədə torpaq məsələsini keçək. Burada da yalnızca yenə sahibkar kəndlərinə şamil edildi və 5 desiatrin torpaq payının verilməsi məsələsi burada da var idi. Amma necə? 47-də olduğu kimi burada da eyni ilə 15 yaşına çatmış və kişi cinsindən olan sahibkar kəndlərinə 5 desiatrin torpaq sahəsi verilməsi məsələsi öz əksini tapdı. Və ümumiyyətlə belə bir məsələ vardı ki, demək 5 desiatrin torpaq verilirdi və bu torpaqların mütərəqqi bir tərəfi o idi ki, bu torpaqları artıq ixtiyarı var idi ki, kəndli satın ala bilər. Satın alıb öz mülkiyyətinə keçirdə bilər. Bu müsbət bir tərəf idi. Amma indi hansı qaydalarla buna da aydınlıq gətirəcəm. Amma bir məsələ var ki, burada həmçinin mülkədarlara da belə bir hüquq verilmişdir ki, bütün əknəyarlı torpaqların 3də 1 hissəsini öz hesabına saxlaya bilərdi. Və əgər bütün torpaqlar yox, əknəyarlı torpaqlar və əgər hər bir kişiyə normadan artıq torpaq verilərdisə, məsələn 5 desiatın torpaq verilməlidir hesabda, düzdürmü? Əgər o torpaqla 5 desiatın artıq olardısa, o zaman bu torpaqların artıq hissəsi kəsilib, mülkədar tərəfindən kəsilib öz ixtiyarına götürülə bilərdi. Yəni, belə bir qayda var ki, mülkədarın torpağı 3də 1-dən az olardısa, o artıq verilmiş torpağın müəyyən hissəsini kəsib özününkiləşdirə bilər, özünə daxil edə bilər, öz torpağına daxil edə bilər və 3də 1 hissəni tamamlaya bilər. Belə bir hüquq verilmişdir. Amma əgər 5 desiatın az olardısa torpaq, kəndliyə, hər bir kişi kəndlisinə verilən torpaqlar 5 desiatın az olardısa, o zaman onlara əlavə pay torpağı verilmədi. Bu da bir mənfi tərəf hesablanırdı. Yenə də bu ümumiyyətlə
burada 1870 əsasnaməsinə görə kəndlərə meşələrdən, otlaqlardan, çəmənlərdən, bağ yerləri, üzüm yerləri və s. və ərazilərdən də pay torpaqları verilirdi. Amma bu torpaqları kəndlərin ixtiyarı yox idi ki, satın alsın, öz mülkiyyətinə keçirsin. Belə bir məsələyə ixtiyarlar yox idi. İndi gəlib torpaqların alınma məsələsi, alış-satış məsələsi necə həll olunurdu? Burada sabit bir qiymət yaratmamışdılar. Məsələn, Çar Rusiyasında müəyyən bir qiymət qoyulurdu və hətta dövlət yardım göstərirdi. Ona görə də Çar Rusiyasına 1861-ci il islahat keçirilən zaman artıq dövlət yardım göstərmişdi deyə o torpaqları satın alıb öz mülkiyyətinə keçirə bilirdilər oradakı kəndlər. Amma bizdə belə bir hüquq yox idi, belə bir yardım yox idi. Dövlət deyirdi ki, sənin pulun varsa, sən ki torpağını al. Pulun yoxdursa əgər, əlbəttə ki, ala bilməyəcəksən. Yəni, belə bir məsələ vardı. Bunda keçirməkdə məqsədi var. Belə bir qərar verməkdə də məqsədi var. İndi buna da aydınlıq gətirəcəm ki, niyə bu qərarı vermişdi? Deməli, əvvəlcə torpağın qiymətindən bağlı danışaq. Sabit qiymət qoymadı torpağa. Ki, məsələn, torpağın qiyməti budur. Belə bir şey yox idi. Və bu qiymətlər necə müəyyən edilirdi? Torpağın kəmiyyətindən və keyfiyyətindən asılı olaraq qiymətlər dəyişirdi. Daha keyfiyyətli yerlərdə əlbəttə ki, torpaq qiyməti daha baha idi. Biraz keyfiyyətsiz yerlərdə isə torpaq qiyməti nisbətən ucuz idi. Amma yenə də Azərbaycan, Şimali Azərbaycanda daxili quberniyalardan fərqli olaraq, Çar hökumətinin öz daxili quberniyalarından, Çar Rusiyasından fərqli olaraq qiymət olduqca baha idi. Hətta Şimali Azərbaycanın öz daxilində belə qiymətlər baha idi. O da kəmiyyət, keyfiyyət baxımından bayaq dediyim kimi. Məsələn, Bakı quberniyası və Yezabetpol quberniyasında torpaqların qiyməti Naxçıvan qəzasına nisbətən ucuz idi. Naxçıvan qəzasının daha baha hesab olunurdu bu torpaqlar. Və torpaqların qiymətləri, ümumiyyətlə alış-satış məsələsi ikili formada aparılırdı. Əgər kəndli ilə mülkədar öz aralarında torpaq alış-satış eləyərdisə, onda qiymətlərin özləri müəyyən edirdilər, öz razılıqları əsasında. Amma yox, kəndli öz istəyindən gedib torpaq alırdısa, o zaman, yəni mülkədarın istəyindən yox, sırf öz istəyindən necə torpaq alırdısa, o zaman dövlət onun üçün müəyyən bir qiymət qoyurdu, məbləğ qoyurdu. Əlbəttə ki, bunu da hər kənddə ala bilməzdi. Ortabab kəndlər var idi ki, biraz imkanlı digərlərinə nisbətən. Kimlərin ki pulu vardı, onlar torpaq ala bilirdilər. Və ortabab kəndlər biraz da torpaq aldıqdan sonra biraz da artıq varlanmaya başladılar deyə yeni bir təbəqə olan kəndli təbəqəsi, varlı kəndli təbəqəsi deyirik biz buna, qolçama təbəqəsi formalaşdı. Və ümumiyyətlə bütün sahibkar kəndlər torpaq mülkiyyətinə çevrilmədi. Belə bir məsələ yox idi. Kimin pulu var idisə aldı və onlar torpaq mülkiyyətinə çevrildi. Bu da mənfi bir tərəf hesab olunur. Bir tərəfdən müsbət tərəf kimi torpaq satın alma hüququ verildi, amma digər tərəfdən heç bir yardım göstərilmədi və torpaq mülkiyyətinə də çevrilə bilmədilər. Yəni buradan da görünür ki, əsas məqsəd mülkədarların mənafeyinə xidmət edilməsi idi. İndi niyə? Gələk, burada da məsələyə aydınlıq gətirim. Deməli, Çar hökuməti həm bayaq vurğuladığım kimi sakir kəndləri çoxdan narazı salmaq istəmirdilər və həm də xırda torpaq mülkiyyətçi dəstəsi yaratmaq istəmirdilər. Eynilə bu siyasəti onlar tətbiq edəcəklər SSRİ dövründə 1929-cu ildə kollektivləşmə siyasəti yeritməklə. Və beləliklə də onlar tərəzini tam taraz saxlamış oldular ki, yəni həm sahibkarlarla münasibətini olduğu kimi müsbət bir tərəfdən saxladılar, həm də kəndləri biraz orada sakitləşdirmiş oldular. Amma bir məsələ var ki, indi vergi məsələsinə toxunaq. Burada yenə də malcəhət məhsuldan istifadəyə görə onda bir vergisi idi, bəhrə sudan istifadəyə görə alınan bir vergi idi və burada bir dənə də əlavə bir vergi tətbiq olundu, meşələrdən istifadəyə görə vergi tətbiq edildi. Amma bir müsbət bir tərəf var ki, mükəlləfiyyət sistemi pulla əvəz edildi. Yəni necə? Deməli, kəndli hər o həyatyanı sahəsi, hər əkinəyarlı ona verilən pay torpağı sahəsinə görə mükəlləfiyyət əvəzində daşıdığı o biarəvəz kimi mükəlləfiyyətlər ki vardı, bu mükəlləfiyyət əvəzində əlavə ödəniş verməli idi. Yəni mükəlləfiyyəti gedib görmür, o 18 gün, ildə 2 dəfə, məsələn, belə bir mükəlləfiyyətlər gedib həyata keçirtmir, onun əvəzində müəyyən qədər pul verməli idi, ödəniş verməli idi. Və əslində bir tərəfdən müsbət bir hal idi, amma yenə də o mükəlləfiyyətdir. Yəni gedib işləməsə də onun əvəzindən pul verirdi. Bu da bir növ, yəni müsbət bir hal hesab oluna bilər. Amma kəndli yenə də həmin o az da olsa mükəlləfiyyət məsələsi orada olduğuna görə, pulla belə olsa da, mükəlləfiyyət məsələsi orada qaldığına görə, vergi ödədiyinə görə, torpaq mülkiyyətinə çevrilə bilmədiyinə görə deyirik ki, sahibkar kəndliləri müvəqqəti mükəlləfiyyətli bir vəziyyətə çevrilmiş oldular. Ta ki bu proses Çar hökumətində 1881-ci ilə qədər davam edəcək. Amma bizdə bu proses davam edəcək 1912-ci il əsasnaməsinə qədər. Orada artıq müvəqqəti mükəlləfiyyətlilik ləğv olunacaq. 12-ci ilə qərar veriləcək, 13-cü ildən tam olaraq tətbiq edilmiş olacaq. Və onu da vurğulayım ki, 1870-ci il əsasnaməsi həyata keçirilən zaman biz burada
Deməli, Şamaxı quberniyası ifadəsi işlədə bilmərik. Nəzərdə saxlayaq, Dərbənd quberniyası ifadəsi işlədə bilmərik. Yəni deyə bilmərik ki, məsələn, Dərbənd quberniyasına şamil olundu, Şamaxı quberniyasına şamil olundu, yox. Çünki Dərbənd quberniyası 1860-cı ildə ləğv edilmişdi, Şamaxı quberniyası da 1859-cu ildə ləğv olunmuşdu. Zəlzələ nəticəsində və onun yerində Bakı quberniyası yaradılmışdı. Yəni bunlara şamil olunmur. Amma Şamaxı qəzasına şamil edildiysə, bunu qəbul edəcək. Düzdür, Dərbəndin adı tam olaraq çəkilmir, ümumiyyətlə digər bölgələrin adı çəkilmir, amma ümumiyyətlə biz Azərbaycan quberniyalarına şamil olundu deyəcəyik. Azərbaycan olmuş mövcud quberniyalar İrəvan quberniyası olsun, Bakı quberniyası olsun, Yelizavetpol quberniyası olsun, bunların hamısına şamil edilirdi. Niyə Dərbəndin adını deyirəm çəkmirik? Çünki bu quberniyaların tərkibində Dərbənd yox idi. Ona görə Dərbənd ifadəsini burada işlətmirik. Və daha sonra bir də Zaqatala dairəsi, 1860-cı ildə yaradılmış Zaqatala dairəsi var ki, burada şamil edilməmişdir. Zaqatala dairəsinə şamil edilmədiyi üçün də onun tərkibində olan Carbalaçana da şamil edilməmiş sayılırdı. Çünki 1860-da Zaqatala dairəsi yaradılan zaman Carbalaçan onun tərkibinə keçmişdi. Deməli, orada şamil olunur. Ta ki 1913-ə qədər. 13-də artıq şamil olunacaq. Və indi 1870 qərarında yenə də 47-də olduğu kimi sahibkar kəndlər şəxsən azad olduqları bir daha təsdiqini tapdı və istədiyi sahibkarın yanına sərbəst şəkildə köçə bilərdi. Bu məsələ öz təsdiqini tapmış oldu. Bu da 1870 əsasnaməsidir. Ümid edirəm ki, buna aydınlıq gətirmiş oldum və heç kimdən hansı bir qaranlıq qalmadı. İndi keçək bu əsasnamə məhdud bir formada həyata keçirilir. İstər 47 əsasnaməsi olsun, istər 46-nın özü o belə olsun. Orada da bir məhdudiyyət vardı. Yalnızca sahibkar kəndlərinin şamil olunma məhdudiyyəti. Sonra 70 əsasnaməsi məhdud bir formada həyata keçirilir. Hər birinin müəyyən bir çatışmayan tərəfləri var idi. Və indi bunu 1870 əsasnaməsini tamamlamaq məqsədilə ümumi narazılıqları nəzərə alaraq 1912-ci ildə yeni bir əsasnamə tətbiq etdilər. Sahibkar kəndlərlə bağlı, yenə də yalnızca sahibkar kəndlərlə bağlı əsasnamə tətbiq etdilər. Cənubi Qafqaz kəndləri, sahibkar kəndlərinə, Cənubi Qafqaz quberniyalarında yaşayan ümumiyyətlə sahibkar kəndlərinə pay torpaqlarını məcburi bir formada satın alma hüququ verildi. Yəni artıq o kəndlər torpaqlarını məcburi şəkildə satın almalıdır. Pulun var və yaxud da yoxdur, fərq etmir, get torpağını al, başqa çarən yoxdur. Amma bir fərqli cəhəti var ki, dövlət yardım göstərirdi. Bayaq 1870-də yardım məsələsi yoxdur, amma burada dövlət artıq yardım göstərirdi. O da necə? Dövlət borc verirdi, elə bir kredit verirdi və 20 il müddətinə faizi ilə sələm verirdi. Faizi ilə onu sən qaytarmalıydın dövlətə. Yəni dövlət kəndliyə o torpaq əvəzinə, kəndli əvəzində daha doğrusu torpağın pulunu verirdi sahibkara və kəndli də dövlətə bu dəfə borclu qalırdı. Bayaqdan sahibkara borclu isə indi dövlətə borclu bir vəziyyətdə qalmış olurdu. Daha sonra müsbət tərəflər nələr idi? Deməli, burada yararsız torpaqlar verilirdi kəndlərə. Amma bu yararsız torpaqlar hesabına əlavə bir ödəniş alınmırdı, vergi alınmırdı. Ondan sonra pay torpaqlar verilirdi, bağlar, bağ yerləri salınırdı pay torpaqları hesabına. Bundan da əlavə bir ödəniş alınmırdı. Bu da bir müsbət tərəf idi. Amma suvarma sistemləri ki var idi, bunlar sahibkarın ixtiyarında qalırdı. Kəndli onu öz ixtiyarına keçirdə bilməzdi. Bir də yenə də 70-də olduğu kimi meşə, çəmən, otlaq, bu kimi torpaqlar onlar sadəcə pay formasında verilir və onu da satın alıb mülkiyyətinə keçirdə bilməzlər. Amma ümumilikdə 1870 islahatından fərqli olaraq 1912 qərarına görə biz deyəcəyik ki, artıq sahibkar kəndlər torpaq mülkiyyətinə çevrilmiş oldular. Və bu qərar nəzərdə saxlayaq ki, 1913-cü ildən tətbiq olunur. 12-də başlanğıc qoyulur, 13-də isə tətbiqi başlanmış oldu. İstər 1870 islahatı olsun, istər 1912 islahatı olsun ki, bunlar deməli həm təbəqələşməni, kəndlərdə təbəqələşməni dərinləşdirdi və həmçinin kapitalist münasibətlərin inkişafına müsbət bir təsir göstərmiş oldu. Bunlar sahibkar kəndlərlə bağlı olan qərarlar idi. İndi bir qərar da dövlət kəndlərlə bağlı olacaq. Düzdür, dövlət kəndlərlə bağlı elə müsbət tərəfli bir islahatlar həyata keçirmirdilər. Amma ümumi narazılıqları nəzərə alaraq onlarla da bağlı qərarlar vermək məcburiyyətinə qalmışdılar. Əvvəlcə onu deyim ki, 1853-cü ildə dövlət kəndlərinin bir yerdən başqa yerə köçmək hüququ ləğv edildi, qadağan olundu. Yəni sahibkar kəndlərlə necə hüquq verilirdi ki, başqa sahibkarın yanına gedə bilər, sərbəstdir də, yəni şəxsən azaddır. Amma dövlət kəndləri belə bir hüququ yox idi. Olduğu yerə təhkim olunmuşdular. Başqa sahibkarın yanına onlar artıq gedə bilməzdilər. Elə olduğu sahibkarın yanında da qalmalıydılar. Pis, yaxşı orada qalmalıydılar. Daha sonralar isə artıq o qədər narazılıqlar, qaçaq hərəkatı, kəndə çıxışlar və s. bunlar baş verdi ki, 1900-cü ildə, 1919-cu əsrin düz sonudur, 1900-cü ildə bir əsasnamə tətbiq etdilər dövlət kəndlərinə bağlı. Bu nə əsasnamə idi? Deməli, dövlət kəndləri öz torpaqlarından, onlara verilən torpaqlarda nəsil istifadə hüququ almış oldular və
torpaq düzdür, dövlətin öz mülkiyyətinə qalırdı. Amma həmin o dövlət kəndləri nəsil istifadə hüququ əldə etdilər o torpaqlardan. İstədikləri kimi istifadə edir və öz nəslini ötürə bilərdilər. İndi bir məsələ 1870 islahatını unutmuşam demək. İndi onu da vurğulayacağam. Bu cümləmi tamamlayım, onu da vurğulayacağam. Deməli, bir də vaxtaşırı olaraq icma torpaqlar kəndlər arasında bölüşdürülürdü, dövlət kəndlər arasında. Artıq bu qayda da ləğv edildi. Və bu icma torpaqların kəndlər arasında bölüşdürülməsi qaydası ləğv olunduğuna görə burada qolçomaqlar fürsətdən istifadə edərək bu torpaqların bir qismini öz əllərinə keçirməyə başladılar. Yəni fürsətdən istifadə etdilər və daha da varlandılar. Bu da dövlət kəndlər içərisində təbəqələşmənin güclənməsinə gətirib çıxartdı. İndi mən 1870 islahatını nəyi unutmuşam, onu vurğulayım. Deməli, 1870 islahatına axı dedik ki, torpaqlar satın alma hüququ verilirdi, amma alıb öz mülkiyyətinə keçirdə bilməmişlər də. Amma bir məsələ vardı ki, o torpaqları onlar daimi istifadəsində qalırdı. Yəni, nəsil istifadə hüququ verilirdi onlara da. Öz istədikləri bir nəslin nümayəndəsinə torpağını sonra verə bilərdi, varisinə verə bilərdi. Bu hüququ ondan heç kim ala bilməzdi. Və onlara verilən o pay torpağını heç bir mülkədar, heç kim gəlib onun əlindən tutub ala da bilməzdi. Düzdür, torpaqlar sahibkarın öz ixtiyarında qalırdı. Ta ki, pul verib alınana qədər sahibkarın ixtiyarındaydı. Amma onu heç kimin ixtiyarı yox idi ki, gəlsin, kəndin əlindən alsın. Bunu da mən həmişə bənzədirəm Eradan əvvəl 2-ci əsrdə Roma Respublikasında Qay qraf və Tiberi qraf qardaşların keçdiyi aqrar islahatına. Orada da kəndlərə torpaqlar verilirdi və heç kimin ixtiyarı yox idi ki, o torpaqları alsın, satsın, yəni kəndinin əlindən heç kim ala bilməzdi. Ta ki, o qardaşlar öldürdükdən sonra artıq o qanun pozuldu, qayda pozuldu. Burada da 1870-də elə bir qayda var idi. Bu da bir müsbət tərəf hesab olunurdu əslində. Müsbət bir amil idi. Öz mülkiyyətinə keçirdə bilməsələr belə müsbət bir tərəf idi. Amma torpaqlar dediyim kimi orada sahibkarın ixtiyarında qalırdı. Dövlət kəndlərində isə axı dövlət torpağında yaşayan kəndlərdir. Ona görə də burada da dövlətin ixtiyarında qalırdı torpaq. Və 1900-cü il islahatına daha sonra islahatına bir əlavə olundu 1903-cü ildə. Həmin o torpaqların sərhədyanı ərazilərinin müəyyən edilməsinə bağlı bir qərar verildi. Yəni burada dövlət kəndlərinə əlavə pay torpaqlar verilməyə başlandı. Meşələrdən, çəmənlərdən, otlaqlardan ilk dəfələr dövlət kəndlərinə belə bir hüquq verildi. Pay torpaqlarından istifadə, əlavə pay torpaqlar. Amma bir məsələ var ki, həmin bu verilən pay torpaqları hesabına əlavə ödənç verməli idilər, vergi verməli idilər. Əlbəttə, bu da bir tərəfdən mənfi bir tərəf hesab olunurdu, mənfi bir cəhət hesab olunurdu. Dövlət kəndlərin vəziyyətini bu islahatlar yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirdi. Yağışdan çıxıb yağmura düşdülər bir növ. Yəni, dövlət kəndləri öz torpaqlarını satın ala bilməzdi, bu ixtiyar verilməmişdi onlara, torpaq mülkiyyətçisinə çevrilə bilmədilər və həmçinin də deməli, onlar əlavə verilən torpaq hesabına da əlavə ödənişlər də ödəməli idilər. Çar Rusiyası dağılana qədər ümumiyyətlə dövlət kəndləri torpaq mülkiyyətinə çevrilmədi. Biz deyəcək 1920-ci ildə Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin verdiyi bir qərar əsasında artıq onun keçdiyi o islahatlar, dekretlər əsasında kilsə, vəq torpaqları və s. kimi torpaqlar ləğv olunurdu və kəndlərə paylanmaya başlanmışdı. Orada kəndlərə artıq verilmişdi o torpaqlar. Ta ki 1929 kollektivləşmə siyasətinə qədər orada artıq o torpaqlar, verilən torpaqlar hamısı əllərindən alınmaya başlanacaq və bir kollektiv şəklində kolxozlarda və savxozlarda birləşdirməyə başlanacaq. Yəni bu da bizim kəndli əsasnamələrimiz. Onların oxşarlıqları, fərqlilikləri də var. Artıq mən izah etdikcə siz özünüz onların oxşar və fərqli cəhətlərini öz beyninizdə analiz edə bilərsiniz. Ümid edirəm ki, aydın izah verdim. Düşünürəm ki, bir qaranlıq bir məsələ qalmadı. Əgər kimdəsə yenə də nəsə bir sual yaranarsa, o zaman rəy bölməsində qeyd edə bilər. Mən onu cavablandıracağam.